Nyu-Yorkda BMT-nin baş qərargahında terrorizmə qarşı mübarizə həftəsi çərçivəsində qəbul və təqdimat keçirilib. Tədbirdə Bakı Təhlükəsizlik Forumunun beynəlxalq təhlükəsizlik sahəsində artan rolu, terrorizmlə mübarizədə yeni əməkdaşlıq mexanizmləri və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər diqqət mərkəzində olub. Tədbir Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. İndi ətraflı xüsusi müxbirimiz Nemət Tahiroğlu'nun sujetini izləyəcəyik. Bakı Təhlükəsizlik Forumu artıq təkcə müzakirə platforması deyil, beynəlxalq təhlükəsizlik sahəsində real təşəbbüslərin formalaşdığı mühüm əməkdaşlıq məkanına çevrilir. Nyu-Yorkda BMT-nin terrorla mübarizə həftəsi çərçivəsində ilk dəfə Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər beynəlxalq auditoriyaya təqdim olunur. Terrorizmə qarşı mübarizə həftəsi çərçivəsində keçirilən qəbul və təqdimatın mərkəzində Bakı Təhlükəsizlik Forumu dayandı. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev bildirdi ki, əsas məqsəd Bakı Təhlükəsizlik Forumunu BMT ictimaiyyətinə təqdim etmək, onu praktik platforma kimi tanıtmaqdır. BMT baş katibinin müavini təşkilatın terrorla mübarizə idarəsi rəhbəri vəzifəsini icra edən Aleksandr Zuyev isə bildirdi ki, terrorizmlə effektiv mübarizədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə ciddi maraq doğurur. Azərbaycan BMT-nin terrorla mübarizə idarəsinin çox mühüm strateji tərəfdaşlarından biridir. Biz Bakı Təhlükəsizlik Forumunu dəstəkləyirik. Bakıda ofis açmağı və Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Tədbirin əsas təqdimatını Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsini təmsil edən Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini general-leytenant Həsən Mansurov etdi. Onun sözlərinə görə forumun operativ aləti olan antiterror informasiya mübadiləsi sistemi dövlətlər arasında real vaxt rejimində məlumat mübadiləsini və terror təhlükələrinə qarşı daha çevik koordinasiyanı təmin etmək məqsədi daşıyır. İştirakçılara Bakı Təhlükəsizlik Forumunun fəaliyyətini əks etdirən video nümayiş olundu. Tədbirin qeyri-rəsmi hissəsində Azərbaycan mədəniyyətini təqdim edən rəqslər ifa edildi. Nümayəndələr arasında işgüzar görüşlər keçirildi. Bu tədbirin BMT-nin terrorizmə qarşı mübarizə həftəsi çərçivəsində keçirilməsi çox önəmlidir. Azərbaycan bu sahədə əməkdaşlıq təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür. Biz Bakıda keçirilən təhlükəsizlik forumu haqqında qısa videoya da baxdıq. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınılması, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığın təşviqi baxımından çox vacibdir. Qəbul mərasimi BMT üzv dövlətlərinin antiterror agentlikləri rəhbərlərinin 4-cü yüksək səviyyəli konfransı çərçivəsində keçirildi. BMT-də keçirilən bu tədbiri göstərdi ki, terrorla mübarizədə beynəlxalq əməkdaşlıq artıq təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Dövlətlər praktik həllər və yeni əməkdaşlıq mexanizmləri ətrafında daha sıx koordinasiya üstünlük verirlər. Məhz bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüslər qlobal təhlükəsizlik gündəliyində daha fəal iştirak etmək istəyinin konkret ifadəsi kimi qiymətləndirilir. Nemət Tahiroğlu, Azərbaycan televiziyasının Amerika bürosu, New York.